Əziz tələbələr, bu videoda sizə magistra düşən PowerPoint sualını ətraflı formada izah edəcəm. Deyir ki, Setup Slide Show, yəni slayd nümayişinin sazlanması əmri ilə yerinə yetirilən əməliyyatları müəyyən edin. Bunun üçün əvvəlcə daxil olmalıyam Slide Show tabına. Slide Show tabında Setup qrupunun Setup Slide Show əmri vasitəsilə yerinə yetirilən əməliyyatları istəyir bizdən. Yəni bunun içərisindən daxil olanları seçməliyəm. Birincidə deyir ki, slaydların gizlədilməsi. Slaydların gizlədilməsi Setup qrupundadır, düzdür. Hide Slide əmri ilə slaydları gizlədə bilərəm. Amma Setup Slide Show'un içərisindən daxil deyil. O baxımdan bunu götürməyəcəm. İkincidə deyir ki, slaydlar arasında keçid vaxtının təyin olunması. Slaydlar arası keçid vaxtının təyin olunması isə Transition tabından yerinə yetirilir. Onun üçün 2-də 7. Üçüncüdə deyir ki, bir slayddan digərinə avtomatik keçmək üçün daxil edilmiş vaxt qrafikindən istifadə. Baxın, bu hissəni nəzərdə tutur ki, using times if present. O baxımdan 3-ü götürəcəm burada. Daha sonra 4-də deyir ki, təqdimatın nümayiş tipinin seçilməsi. Hansı ki, show type hissəsini deyir. Nümayiş tipinin seçilməsi, yəni pəncərəyə uyğun formada nümayiş elətdirə bilərəm. Bu baxımdan 4-ü də götürəcəm. Daha sonra 5-də deyir ki, slaydlar nitq müşayiəti ilə nümayiş etdirmək üçün səsin yazılması. Düzdür, setup qrupunda record slide showdur ki, səsin yazılması. Bu hissədən yerinə yetirə bilərəm, amma setup slide show'un içərisindən daxil deyil. O baxımdan bunu da götürməyəcəm. 6-cı sualda deyir ki, nümayiş olunacaq slaydların intervalını göstərilməsi. Bu da baxın bu hissədən interval olaraq göstərə bilərəm. O baxımdan 6-nı da götürəcəm. Yəni düzgün cavab olacaq 3, 4, 6.